Hər vaxtınız xeyir olsun dəyərli dostlar. Mən Roma Dağıstanlı. Gördüyünüz şəhid qardaşlarımızı Gəncə Bakı yoluna vurulur. İndi söktülər. Nəyə görə sökürsünüz və nəyə görə icazə verirdiniz vaxtında vurulmağına? Şəhidlərimiz təzə idi da, eləmi? İndi il ötdükcə də şəhidlərimiz də unudulur. Söhmüsünüz, Nüjeniyanı o Gəncə şəhərində 3 sot torpaq yox idi ki, sökülən şəhər şəkillərimiz aparıb vuruluydu bir yerə. Bu anaların dərdin niyə yenilirsiniz? Mən dünəndən bəri nə qədər anlatan edirəm, Allaha and olsun, yataq xəstəliyinə düşüb. Allahlıqdan qorxu, nə bir balaca, iki dəmrin arası 50 santıdır. Bu 50 santını şəhidlərində çox gördünüz. Nə deyim valla? Şəhid olan kasımın balası. Fəhlə balası. Nə biləm, ev olmayanlar getdi şəhid oldu. Yetimxanada böyüyenler getdi şəhid oldu. Bir dənə məmur balası görmədik ki, şəhid olsun. Ay tövbə, cənab prezidentimizin bundan xəbəri yoxdur. Dünəndən bəri də nə qədər analar Allaha and olsun yataq xəstəliyinə düşür. Analar evlat itirib, evlat. Spişik itirməyiblər, bunlar. Evlat itiriblər, evlat. Bir dənə yer arıyırdınız, xatiyabı. 3 sot, söhtü şəkilləri aparıb saliglə vuruyordunuz da bir yerə. Bu anaların dərdin yeniləməzdiniz. Onsa bu dünya bir fani dünyadır. 5 günlük dünyadır. Hər kəs öz əməlinə görə o dünyada cavab verəcək. Kimin var dövləti varsa, hamısı qalacaq burada. Mən Roma Dağıstanlı siyasi bir blogçuyum.